Bakı Beynəlxalq Avtovağzal kompleksi yaxınlığında sərnişin avtobusunun yanmağı xəbərini vermişdik. Hazırda əməkdaşımız Rövşən Tahir avtobusun sürücüsü ilə bərabər efrimizə qoşulub. Rövşən, buyurun. Məlumatlar sizdə də eşidirik. Bakı-Sumqayıt yolunda, daha dəqiq desək, Bakı Beynəlxalq Avtovağzal kompleksinin yaxınlığında səhər saatlarında 135 nömrəli avtobusda yanğının baş verməsi barədə məlumatı əvvəlki xəbər buraxılışlarımızda diqqətinizə çatdırmışdıq. Hadisənin baş verdiyi yerdəyik və həmin nəqliyyat vasitəsinin sürücüsü Nizami Əliyev yanımızdadır. Hadisənin təfərrüatları barədə məlumatı o bizə çatdıracaq. Fikrinizi bilmək istəyirəm. Hadisə necə oldu, baş verdi? Nədən yarandı hadisə? Yanğın nədən yarandı? Sumqayıt Bakı istiqamətində hərəkət etdiyim zaman işlətdiyim avtobusda tüstülənmə hiss etdim. Və sol güzgüdən baxdım, arkada motorxana hissəsindən tüstü qalxırdı. Maşını fikirləşdim, çəkim təhlükəsiz bir yerə, çəkdim bu istiqamətdə və onları qəza şəraiti olan düymələrlə qapılarımı açdım. Bütün insanları təxliyə elədim avtobusdan özüm. Hamısının bir təxliyə olundu. Sağ-salamatçılıqdır, heç bir xəsarət olan olmadı. Hamısı da sağ-salamat çıxdı. Yanğının baş vermə səbəbi nədir? Avtobusun hansı hissəsində ilk olaraq alışma müşahidə olundu və sonradan yanğın geniş miqyas aldı? Motorxanada oldu. Yanğın tüstüləmə motorxanada gəldi və qapılar açılandan sonra küləkləmə oldu. Onları külək vasitəsilə alışdı avtobus. Hadisə zamanı avtobusda təqribən nə qədər sərnişin var idi? 40-50 adam olardı. Və hər biri xilas edildi siz tərəfdən. Hər biri mən tərəfdən təhlükəsiz xilas olundu. Heç biri xəsarət görmədən xilas olundular. Təşəkkür edirəm bizə verdiyiniz məlumat üçün. Bizim bu saata çatdıracağımız məlumatlar bundan ibarət idi. Söz ASTV Xəbərin studiyasındadır. Təfərrüat üçün təşəkkür edirik Rövşən, sizə çox sağ olun.